Bağışlayan və mehriban Allahın adı ilə. Sima Film təqdim edir. Muxtarnamə. Filmdə çəkiliblər. Fəriburs Ərəbniya, Mehdi Fəxrimzadə, Fərhad Aslani, Fəriba Kovsəri, Nəsrin Muqamlu, Mahçöhrə Xəlili, Cəfər Dehqan, Rıza Rüygəri, İnayətullah Şəfiyi, Muhammed Sadiqi, Əmin Zindiqani, Şəhram Həqiqət Dust, Muhammed Fili, Həbib Dehqan Nəsəb, Ənuşirvan Ərcümənd, Kazım Həcir Azad, Mahmud Cəfəri və başqaları. Rejissor assistentləri: Rıza Əsgəri, Həmid Mirbaqiri. Dekorasiya müdiri Məcid Əli İslam. Səhnə tərtibatçısı Cəlil Futuhiniyya. Operatorlar: Rıza Qəffari, Əzim Cavanruh. Səs mühəndisi Əli Rıza Qəffari Nəcat. Döyüşlərin tərtibatçısı Mahmud Ərdəlan. İstehsal müdirləri: Mahmud Baqir Əşdiyani, Bəhruz Xoşrəzm, Mahmud Qulami. Bəstəkar Əmir Təvəssuli. Qrim üzrə rəssamlar: Məsud Vələdbəqi, Abdullah İskəndəri. Redaktor Mehdi Hüseynivənd. Prodüser Mahmud Fəllah. Ssenari müəllifi və quruluşçu rejissor Davud Mirbaqiri. Eşitdiyimə görə Muxtar bir yumruğu ilə öküzü yerə sərir. İnan, görmədin Şam pəhləvanının vatını bir zərbə ilə necə yerə sərdi? Muxtarın bir təkanla Xeybər qalasını yerindən qoparan Heydər Kərrar kimi ağası var. Fərati yəlyəli yerə sərən Muxtar kimi pəhləvanın möcüzəli də ağası olmalıdır. Munzərin halına ürəyim yandı. Kim güman eləyə bilərdi ki, Məkkə döyüşünün ilk qurbanı Zübeyrin ən gənc övladı olacaq? Günah qardaşı Müsəddədir. Yersiz müdaxilə eləməsəydi, Münzər öldürülməzdi.
Onsuz da Zübeyir övladlarından biri döyüşə girməli idi. Munzər getməsəydi, Cəfər getməli idi. Cəfər getməsəydi, Musəb getməli idi. Muxtar burada olunca mənim qəm-qüssəm yoxdur. Mən onun müridlərindən biriyəm. Əgər öl desə, ölməsəm nakişiyəm. Hələ bu harasıdır? Muxtar özü ki, hələ döyüşə atılmayıb. Sən Muxtarın Şam ordusunu dəstə-dəstə döyüşə çağırdığı günü gözlə. Muxtarın Əliyə çox böyük eşqi var. Bu gündə Hüseynin intiqamını almaq naminə qılınc çaldı. Mən çoxlu döyüşlərdə olmuşam. Çox döyüşçülər görmüşəm. Muxtarın bugünkü zərbəsinin arxasında eşq, kin və nifrət dayanırdı. İlahi. Muxtarın ilahi əzəməti vardı. Yeziddən sonra Übeydullah siyahıda ikinci müttəhimdir. Mərcanənin oğlu kimi tanınan İbn Ziyad ən zalim insandır. Onun əlləri Neynəva səhrasının 72 şəhidi və övliyaların qanına bulaşmışdır. O yalancı riyakar və ilahi əmrə etina etməyəndir. Başı bədənindən ayrılaraq dar ağacından asılsın. Kalkın! Kalkın, divarların arkasına geçin! Kalkın! Ay bədbəxt, qalx gör necə qiyamət qopub. Göydən od yağır. Ana! Ey Kəbənin Allahı, göy parçalanıb! Kalkın! Kəbəni mancanaqla vururlar! Kalkın! Kalkın da kalkanlarınızı başınıza tutun! Kalkın! Daş sütunlar və divarlar arkasında gizlənin! Kalkın! Kəbəni mancanaqla vururlar! Mənə kömək eləyin. Ah deyirəm, ay bədbəxt! Yanıb külə dönmək istəyirsən? İlahi və Rəbbim, özün kömək elə. İlahi, özün kömək elə.
Muxtar. Sən burada nə edirsən, şeyx? Musab qardaş öldüyü üçün gəlib bəssən? Niyə düşərgəni tərk eləmisən? Qoşun başçısı sənsən, mən yox. Sənsə məndən soruşursan. Bu haramzadələrin hücumunu sən gözləməliydin, biz yox. Öküz gücünə malik olmaq ordu rəhbəri təyin olunmağın şərtidirsə, o zaman öküzü rəhbər qoyardılar. Özünə təkcə ləqəblər götürməyi bilirsən. Allahın əli, Allahın əli, bəsən o Allahın əli. Kəs səsini nadan! Yıxılmamaq üçün əlimdən tutan sən deyildin? Haqlısan, mən axmaq və nadan rəhbər oldum ki, sizin mütəmadi xəyanətlərinizə göz yumaraq, siz xəvaric ilə bir cəbhədə döyüşməyə razı oldum. İtil gözümdən, axmaq! Otdan özünüzü gözləyin, baş gözünüzü qoruyun. Qalxanla özünüzü qoruyun. Kəbə yandı, dinin qibləsi yandı. Odu söndürün ay kafirlər. Kəbənin dadına yetişin! Bu ne qiyamətdir? Allah bizə qəzəblənib. Qorxma Xalşiyə, qorxma. Dinsizlər mancanaqlardan atılan odla Kəbəni vururlar. Niyə Allah gözünü yumub evinin yanmasına tamaşa eləyir? Niyə axı yer yarılmır? Niyə asiman parça-parça olmur? Qardaşlar, qalxın! Kəbəni söndürmək lazımdır! Qalxın! Ya Yezid Əbrəhə deyil, ya da Şam ordusu Əshab-ı Fil. Kəbənin möcüzə yaratmamasını əsaslandırmaq lazımdır. Yoxsa məhv olarıq. Bunlar neynirlər Musa? Deyəsən, Kəbəni söndürməyə çalışırlar. Əlkə baxmaq insanlardır. Kəbə yansa yaxşıdır. Bu Yezidin kafir olmasına ən bariz nümunə olar. And olsun Allaha. Əgər Kəbə öz-özünə yansaydı belə, onun əlimdə Osmanın köynəyi kimi bayraq eləyib, Yezidin canına düşərdim.
Su getirin! Muhtar! Su getirin! Muhtar! Bura gel! Sen neynirsən? Bəyəm Kəbənin yandığını görmürsən? Odu söndürməyə çalışırıq. Yox muhtar! Məsləhət olsaydı, Allah odu Gülüstan'a çevirərdi. Kəbə yanmalıdır ki, hamı Yezid'in kafir olduğunu anlasın. Onun Allah ve onun evine zerre kadar imanı yoktu. Nə aparıram Allaha? Bu necə məntiqdir? Siz necə müsəlmansınız? Qardaşlar, hər kəsin Allah və evinə imanı varsa, əlindən gələni əsirgəməsin, tələsin, Kəbə evini söndürmək lazımdır.
Munzer'in ölümü üleyler yandırır. Onun ayrılığına dözmemekdə haqlısan. Munzer'in cihadında pay sahip olmaq istəyirsənsə, o zaman səbirli ol. Allah səbr eləyənlərlədir. Düzdür, Munzərin ölümü sinəmə dağ çəksə də, Kəbənin yanması Munzərin ölümündən daha kədərlidir. Mən hər iki müsibətə dözməliyəm. Yezid öldü! Yezid öldü! Yezid öldü! Yezid öldü! Yezid öldü! O öldü! Yezid öldü! Yezid öldü! O öldü! La havle ve la kuvvete illa billah. Yezid öldü. Yezid öldü! Yezid öldü! Yezid öldü! Şükran lillah. Yezid öldü! Şükran Yezid lillah. öldü! Yezid öldü! İcazə ver qardaşım. Hə, Cəfər. Nə olub? Müjdə verməyə gəlmisən? Lənətullah, Yezid şah öldü. Subhanallah. Subhanallah. İlahi, çox şükür ki, sən özün zalimlərin cəzasını verirsən. Bu Kəbəyə hörmətsizliyin cəzasıdır. Dəməşqdən Məkkəyə xəbərin gəlib çatması üçün ən azından 30-40 gün vaxt lazımdır. Deməli, xəlifə ən azından bir ay öncə ölüb. Kəbə isə dünən gecə yanıb. Bunların bir-biri ilə heç bir əlaqəsi yoxdur. Bu hadisələri kim əlaqələndirir? Şaya yayıblar ki, xəlifənin ölümünə səbəb Kəbənin möcüzəsi olub. Allah Zübeyir övladları üçün fürsət yetirib. Bu, onların fırıldaqlarıdır. Şaya yayıblar ki, Kəbə möcüzə eləyərək xəlifəni öldürüb. Bununla Şam ordusunu qorxutmaq istəyirlər. Bəlkə də Yezdin ölümü ilə Kəbənin yanması arasında əlaqə var. Məsələn, nə əlaqə vardı? Əgər yadınızdadırsa, Peyğəmbərin dəfn olunduğu şəhərə hücum eləyəndən sonra qoşun başçımız Müslim İbni Üqbə naməlum xəstəliyə tutularaq öldü. Kimsə həmin hadisədən ibrət almadı. Həmin naməlum xəstəlik qeybdən gəlmək idi. Peyğəmbər qəbrini hörmətsizliyin cəzası idi. Bəlkə də Allah Taala həmin hadisədə iki qeyb oxu ilə Yezid və qoşun başçısını birlikdə aradan götürüb. Elə isə dərhal tövbə elə və nə qədər ki daşa dönməmsən, özünü Məkkə qoşununa yetir. Mən başa düşə bilmirəm ki, xəlifənin ölümü ilə Kəbənin yanması arasında nə əlaqə var? Sən nə küt beyin adamsan? Deyirlər xəlifə ovdaymış. Bir ceyranı qabağına qatıb qovurmuş. Bir at imiş, bir də ceyran. At büdrüyür, xəlifə də atdan asılı qalır. Xəlifə üzəngidən ayağını çıxara bilmir. At onu o qədər yerlə sürüyür ki, axırda xəlifənin canı çıxır. Amma mən başqa cür eşitmişəm. Sən nə eşitmisən? Eşitdiyimə görə xəlifə susuzluğa düçar olub. Nə qədər su içsə də doymurmuş.
susuzluğun yatmadığını görüb o qədər su içir ki, nəhayət partlayıb ölür. Sən də inandın ki, insan su içməklə partlaya bilər? Yəni mümkün deyil? Olmaz. Sən bir tuluğu su ilə doldursan partlayar? Yox, sadəcə başını aşağı əyər. Deməli, ov əhvalatı doğrudur. Xəlifə ov xoşlayan idi, tez-tez ova gedərdi. Bilmirəm, laf başımızı itirmişik. O qədər sözlər danışırlar ki, insan hansının düz olduğunu bilmir. Bəzilərinə görə isə xəlifənin ölümü Kəbənin möcüzəsi imiş. Bax, bu da ağla batandı. Doğrudan? Ümumiyyətlə, bu namərdin dini yoxdur, Allahı yoxdur. Əslində o Kəbəyə deyil, xəlifənin canına düşüb. Yəni bizim də ilahi qəzəbə düçar olmağımız mümkündür? Əlbəttə, biz əshab-ı fil hesab olunuruq, əshab-ı fil. Əbrəhənin ölümündən sonra növbə onun qoşununa çatır. Bizim günahımız nədir? Neyniyibsə, əmirlər və vəzifə sahibləri eləyiblər. Nə bəla gəlsə onların başına gələcək. Mən Kəbəyə pənah aparıram. Kəbənin daşlarını Allah məni bağışlayana qədər göz yaşlarımla yuyacam. Vay olsun ata söylən ümmətə, vay olsun sərgərdan qalan rəiyyətə, vay olsun ata söylən ümmətə, vay olsun sərgərdan qalan Səncə İbn Nümeyr bundan sonra nə edəcək? Bilmirəm. Kimsə bizə xəbər verənə qədər gözləməliyik. Əgər ağıllı sərkərdə olsa, Məkkənin mühasirəsindən əl çəkib Şama yola düşər. Vay olsun sərgərdan qalan rəiyyətə. Hər kəs döyüşmək istəyirsə, ayağa qalxsın. Oturun. Allah şahiddir ki, mən Zübeyir evladlarının məhv olmasını mərhum xəlifədən daha çox istəyirdim. Amma gerçəkliklə barışmaq lazımdır. Qoşunda hər 10 nəfərdən cəmi ikisinin döyüşə meyli var. Döyüşü davam elətdirmək bizim zərərimizədir. Biz döyüşü xurafata inanmaqla uduzduq. Bizim hamımız bir gün öləcəyik. Yezid də bir ay öncə bir hadisə nəticəsində dünyadan köçmüşdür. Onu nə qeybdən gələn bəla, nə də möcüzə öldürüb. Əgər xurafat və möhumatın başını üzə bilən qılıncım olsaydı, heç vaxt döyüşdən imtina eləməzdim. Yezidin ölümü ilə digər şəhərlərlə müqayisədə Küfə şəhərində daha çox çaxlaşma baş verdi. Ən əsas səbəbi isə Kərbəla hadisəsində Küfəlilərin iştirakının daha çox olması idi. Onlar özlərini müqəssir və günahkar hesab edirdilər. Tarixi mənbələrə görə Bəsrə və Küfə hakimi olan İbn Ziyad, Yezidin ölüm xəbəri Küfəyə çatan zaman Bəsrədə idi. Onun şəhərdə olmaması Yezid əleyhdarlarının işini asanlaşdırdı və onlar açıq-aşkar səhnəyə atıldılar. Özünü tövbə edən adlandıran Küfədəki məşhur şiyələrdən biri Süleyman Surəd Xuzai açıq-aşkar Əməvilərə qarşı müxalifət bayrağı qaldırdı. Ey günahkar cəmaat! Ey etmədiyinə görə peşiman olanlar! Ey vəfasız olduğunu etiraf edən müsəlmanlar! Ey tövbəkarlar! Əgər
Bütün ömrünüz boyu Ninevada şəhid olanların məzlumiyyətinə qan ağlasanız belə, yenə də azdır. Günahlarınız pak ola bilməz. Peyğəmbərlər ağası, Peyğəmbərin gözünün nuru, Hüseyin İbni Əliyə kömək etməmək ən böyük günahdır və bu günah yalnız qanlarımız hesabına bağışlana bilər. Bu fitvanı sizə əyninə kəfən giyərək meydana atılan, sizin ürəyi sınmış rəhbəriniz Süleyman verir. Hər kim ona yardımcı olacaqsa, buyursun. Kanına qurban Hüseyin, 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 kanına qurban Hüseyin. Özünü ispat elə Ömər. Görək necə xütbə oxuyursan. Minbərə çıx və söhbətə son qoy. İbn Ziyad gəlib çıxsa necə? Əşi Ömərcan. İbn Ziyad Bəsrədən ayrıla bilmir. Onda da məcbur qalıb gəlmişdi. Yezidin sözünə allandı. Həm də İbn Ziyad Bəsrədədir. O özünü Kufəyə çatdırana qədər biz işimizi görər və bütün yolları üstünə bağlayarıq. Yəni deyirsən ki, vəziyyət o qədər qarışıb ki, Kufəllər bizə beyyət eləyib əleyhimizə çıxmayacaqlar? Qorxursansa özün minbərə çıxaram. Sən özün balaca adam deyilsən Ömər. Əgər sənin atanın fəzilətləri məndə olsaydı, çoxdan xəlifə olmuşdu. Hərəkət eləməsən Kufəldən çıxacaq. Şiyələr hakimiyyətə ələ alıb səni də məni də məhv edəcəklər. Olmasa necə olarıq Şimir? O zaman ikimiz də rəzil olarıq. Ömər, daş müftürsə sərkəni ovlaya bilməsən də başına sadağa. Hansı rəzillikdən qorxursan? Mən və sən Kərbəla hadisəsini törədənlərik. İslanmışın yağışdan nə qorxusu? Ürəkli ol. Ürəkli ol ki, Kufəni ələ keçirə bilək. Reisə Əbu Vaqqas övladlarının dövlətinin paytaxtı eləyərik. Gözlerin aydın olsun Kufeli. He, başımı dik tut. Tufanlar kopar. Hüseyin'in kanı Kufe'nin gayretsizleri için az değildi. Şimdi de katilini minbere kaldırdılar. Ey kadın! Allah'ın evi sesini başına almak için değil. Bu kadar namahrem kişinin yanında sesini yükseltmeden kazale çekmişsen. Kişi? Hani kişi? Kimdi burada layıklı kişi? Kim? Küfe'de kişi tapılsaydı kadınlar meydana çıkmazdılar. Peygamber evladının katilleri Küfe hakimi olmak istiyorlar. Ey Küfe kadınları! Sinenizi süperleyin koy meydimizin üstünden geçip geçsinler. Küfe o kadar sahipsiz kalımdı ki her bir it ve uzun kulak mescidin minberine çıkacak ve kimse ona itiraz edemeyecek. Onlara Küfe kadınlarının kişilerinden merd olduklarını sübut eleyin.
Üzüm qaradı qardaşlar. Nə deyim axı? Deyim ki, mən həqiqətdən bir xəbər idim. Və ya ağam Hüseynin imdadıma yetən bir kəs varmı nidasını eşitmədim. Yoxsa deyim ki, mən Küfədə rahat əyləşib özümü Hüseynə yetirə bilmədim, hə? Yox, heç bir üzürüm və bəhanəm yoxdur. Mən qafil oldum, qafil. Süslük elədim, ayağım titrədi və şeytan imanımı uğurladı. Canımdan qorxdum, ayağım titrədi, geri çəkildim, eşq karvanından geri qaldım. Kaş Muxtar Küfədə olaydı. Nədən narahatsan ki, yan? Qorxuram yenə də bu alov boş yerə yansın. Müslim İbn Əqilin başına gələnlər yadındadır. Küfəlilər quru kol kimidilər. Tez alışırlar, tez yanıb tez kül olurlar. Əbu İshaq Küfədə olsaydı, tonqalı odunla qalayardı. Xoş gördük, Muxtar. Keyfin necədir? Əlindən öpürəm, sərvərim. Əgər hafizəm məni aldatmırsa, səni sonuncu dəfə bir il əvvəl görmüşdüm. Nə əcəb bizi yada salmısan, Muxtar? Əgər ixtiyar əlimdə olsaydı, hər gün ziyarətinizə gələr, sizdən bəhrələnərdim. Amma əfsuslar olsun. Zübeyir övladları addım-ba-addım məni izləyirlər. Bütün gediş-gəlişlərim nəzarət altındadır. Bu gecə Muxtardan da önəmli bir məsələ ilə məşğul olduqları üçün mən də fürsətdən istifadə elədim. Əcəb, əcəb. Siz axı Zübeyir övladları ilə beyyət etmişsiniz, hətta onların tərəfində döyüş atılmışsınızsa, nədən qorxursunuz? Mən İbn Zübeyir ilə beyyət eləməmişəm. Sövdələşmişəm. Allah şahiddir ki, yeganə arzum Hüseynin qanını almaqdır. Hüseyin, Hüseyin, Hüseyin. Hüseynin adı, yəni qürbət, yəni məzlumluq, yəni tənhalıq, tənhalıq, tənhalıq. İlahi iradə Siffeyndə mən iflic etdi ki, Neynəvada qardaşım ilə birgə olmayım. Kaş əlil olmaz və Bəni Haşimin ayı olan Abbas kimi canımı qardaşım Hüseynə peşkəş edərdi. İlahi, indiki bu böyük müsibəti görmək üçün məni öldürmədinsə, o zaman intiqam əlinlə Hüseynin qatillərindən qisas alındığı günə qədər mənə möhlət ver. Yezidin ölümü bu duanın qəbul olması üçün müjdədir. And olsun Allaha. Neynəva çölünün zalimləri heç vaxt rahatlıq üzü görməyəcəklər. Həmin gün çox yaxındır, sərvərim.
Döyüş paltarında gelmişsən, İbn Nümeyr. Deməli, döyüşməyə gəlmisən? Buyur. Döyüş paltarı döyüşçülər üçün ən gözəl geyimdir. Bundan başqa hər hansı bir başqa libası geysək yaraşmazdı. Bu isə deyəsən Musəb İbn Zübeyrdir. Düz tapmışam? Bəli. Musəbdir. Qardaşım. Hicazın məşhur pəhləvanı ilə üzbəüz döyüşməyi çox istərdim. Hələ ki gec deyil. Yox Musəb, artıq gecdir. Döyüşçü yaxşı döyüşmək üçün ümid və dəlil istəyir. Dəlil və ümidim torpaqda yatır. Səninki isə yanındadır. Döyüşməyimiz insafdan deyil. Sənin dəlil və ümidin Yezid deyil, Allah olmalıydı. Hansı Allah, şeyx? Sənin ibadət etdiyin, yoxsa Yezidin Allahı? Mənim və sənin Allahın nə deməkdir? Bu, açıq-aşkar Allaha şərik qoşmaqdır. Allah birdir. Bəli, şeyx. Mən də Allahın bir olduğunu inanıram. O burada olduğu halda qeybdə, qeybdə olduğu halda buradadır. Onu adi gözlərlə deyil, yalnız ürəyin gözü ilə görmək olar. Hər şeydən xəbərdar olan birinci yalnız odur. Mən də siz də insan dəstəsinə aidik. Hər birimizin əlimiz, ayağımız və başımız var. Gözümüz, qulağımız və ağzımız var. Siz yeyib içdiyiniz kimi mən də yeyib içirəm. Gördüyünüz kimi görür, eşitdiyiniz kimi eşidirəm. İndi deyin görüm aramızda oxşarlıq varmı? Mənim təbiətim sizin təbiətinizlə eynidirmi? Elə isə mənim Allahımın sizin Allahınıza oxşamamasının mümkünlüyünü qəbul edin. Amma hər ikisi üçün eyni sifəti qəbul edirik. Bu fəlsəfəni sənə mütləq ki, Yezid öyrədib. Sənin sözündən belə çıxır ki, sonsuz sayda Allah var. Hər kəs, hər adam özünün pərəstiş elədiyi Allahın haqq olduğunu iddia eləyə bilər. Bu isə cahiliyyət dövrünün bütpərəstliyi deməkdir. Bir fərqlə ki, indi daha bütlərə daş, gül, çubuq və qızıl heykəllər şəklində pərəstiş edilmir. Bu fəlsəfənlə artıq bütlər də Allah kimi gözə görünməz olurlar. Nəzəbillah. Bu isə tövhidin inkarıdır. Sən döyüş yoxsa Allah barəsində danışmağa gəlmişdin? Döyüşdən nə xəbər var, Muxtar? Yezidin ölümündən sonra Şam ordusu qorxuya düşüb. Sülh və saziş qoxusu gəlir. Zənnimcə Zübeyir evladları Şam ordusundan beyyət almaqla döyüşü bitirmək istəyirlər. Allah bu yalancı tayfanı rüsva eləsin. Bəs Mədinədə tökülən o qədər qanlar və Kəbiyə olan hörmətsizlik necə olsun? Bu yalançıların qiyamı şəriət qiyamı deyil. Hakimiyyəti ələ keçirmək üçün idi. Əli övladları ilə dostluq eləmək də əslində bir hiylə tədbirdir. Şübhəsiz ki, bunlar bir zaman əli övladları ilə düşmənçilik eləməkdə Yezidi də vurub keçəcəklər. Bu atam əlinin buyurduğu sözdür, Muxtar. Övladı Abdullah ayaq tutub yeriyincəyə qədər atası Zübeyir Əhl-i Beyt tərəfdarı idi. Həmin Abdullah Cəməl müharibəsində atasının Əliyə qarşı çıxmasına səbəb oldu. Əbdülmüttalib övladları ilə döyüşməyə Zübeyri o məcbur etdi. Halbuki Zübeyir atama qarşı çıxmadı və döyüşmək fikri yox idi. Yezid ölüb. Siz nə etmək fikrindəsiz? Biz sizə beyyət eləməyə hazırıq.
Amma bu şərtlə ki, bizimlə Şama yollanıb, atasının yerinə keçən Muaviyə İbn Yezdi aradan götürüb yerinə əyləşəsiz. Niyə məhz Şama getməliyik? Çünki biz Hicazda qala bilmərik. Əgər sizinlə beyyət etsək, Muaviyə İbn Yezdin qəzəbinə tuş gələr və Şama geri dönə bilmərik. Əlbəttə, digər başqa bir yol da var. O digər yol hansı yolda elə? Döyüşdən əl çəkirik, birlikdə ümrə ziyarəti eləyib Şama geri dönürük. Ümrə ziyarəti? Od vurduğunuz Kəbəni təvaf eləmək istəyirsiniz? Bəli. Od vurmağın öz hikməti, təvaf etməyin isə öz hikməti var. Mübarək qulaqlarınızın eşitməyə hövsələsi çatsa, hikmətini bəyan edərəm. Yox, İbn Nümeyr, yox. Sənin əvvəlki məharətlərini kifayət qədər gördük. Sənin birinci təklifinə cavab olaraq deyim ki, biz Kəbəyə sığınmışıq və heç bir qiymət qarşılığında Məkkəni tərk eləmək fikrimiz yoxdur. Amma döyüşü dayandırmağa gəldikdə isə onu düşünmək lazımdır. Sizin Kəbəyə qarşı elədiklərinizdən sonra müsəlmanların qəlbi yaralanmış və əməlləriniz onları qəzəbləndirmişdi. Ola bilsin ki, bəlkə onların qəzəblərini yatıra bilək və bəlkə də çarəsiz qalaraq ilahinin mübarək evinə hörmətsizlik eləyənləri öldürməli olduq. Film 2011-ci ildə Salam studiyasında dubləj olunub. Dubləjin rejissoru Emin Abbasov, rejissor assistenti Vüsal Məmmədov, səs rejissoru Hüseyn Həsənov, tərcümə edən Şahin Yahyayev, redaktor Teymur Quliyev, montaj Ceyhun İbrahimoğlu, inzibatçı Vaqif Aslanov, dubləjin direktoru Emin Abbasov. Texniki dəstək Butafilm kino şirkəti. Filmi dubləj etdilər Rasim Balayev, İlham Əskərov, Eldəniz Rəsulov, Pərviz Bağırov, Hacı İsmailov, Kazım Abdullayev, Abbas Qəhrəman, Nicat Kazımov, Məmməd Səfa, Vahid Əliyev, Nəcibə Hüseynova, Gülnarə Zülalova, Ofeliya Novruz qızı, Hüsniyə Mürvətova, Şəhla Əli qızı, Pərviz Məmməd Rızayev, Rövşən Məmmədli, Qədir Mirsə, Səməd Hətəmov, Mahir Mirişov, Cəlal Məmmədov, Vüsal Xalıqoğlu.